Şeyx, bəziləri deyir ki, Fatimə radiyallahu anhə Abu Bakr radiyallahu anhuya beyət etməyib. Bu doğrudurmu? Birinci, bunu hardan götürüblər? Deyənlər çoxdur. Lakin hər nə deyilir düzdür yox. Əgər Fatimə tanımasaydı, gedməzdi Abu Bakrın yanına xilafətin. O Fatimənin ki, gedib Abu Bakra mirasını istəməyi dəlildir ki, Fatimə radiyallahu anhə Abu Bakrın xilafətini tanıyırdı. Gedib xəlifədən istəyir də. Yox, əgər Abu Bakr xəlifə deyildi, Əli idi xəlifə, daha Abu Bakr yanına üç gəlirdi. Öyle deyərdi ki, evdə, ya Əli, atam mirasını ver. Bəs nə oldu? Gəldi Abu Bakr yanına, çünki Abu Bakr bildi ki, Abu Bakr xəlifədir. Və bu dəlildir ki, Fatimə radiyallahu anhə Ömər bin Xattabın qaynanası Abu Bakrın xilafətini tanıyırdı. Gəl bundan istəyirdi. Bu dəlil dələ. Və salam qutardı. Şər, fəlsəfə və s. ehtiyac yoxdur. Hər şey aydındır, elhamdülillah.